Salamlayıram hər birinizi. Bugün sizinlə bir yerdə yeni 7-ci sinif dərs illərində olan Grid Reference, dördlü və altılı koordinat şəbəkəsi haqqında danışacağıq. Əvvəlcə gəlin baxaq ki, bu koordinat şəbəkəsi nədir və nə işə yarayır, daha sonra da bunun mahiyyətini izah edək. Bu gəldikdən sonra təbii ki, insanlar biraz bu mürəkkəb kimi gəldi, amma əslində sadə bir şeydir və hətta sizə deyim ki, bizim bildiyimiz klassik coğrafi koordinatlar ki var, ondan daha sadə bir şeydir və nə işə yarayır? Baxın, biz hər zaman coğrafi koordinatlardan istifadə edirik. Bu coğrafi koordinatlar bütün dünya üçün və bütün xəritələr üçün keçərlidir, qəbul olunmuş vahid bir sistemdir. Amma bu grid reference dördlü və altılı koordinat şəbəkə sistemi bu adətən daha böyük miqyaslı, yəni xüsusilə də burada söhbət gedir plandan. Biz bilirik ki, planda məsələn meridian və paralellər yoxdur. Burada kiçik ərazilər təsvir olduğu üçün daha dəqiq olaraq ərazini tapmaq üçün dördlü və altılı koordinat sistemi tətbiq olunur. Təbii ki, bu artıq bütün planlarda və ya topoqrafi xəritələrdə eyni olmur. Burada hər xəritənin rəqəmləri özünə görədir. Belə deyək, biraz o coğrafi koordinatlardan o hissəsi fərqlidir. Mahiyyətinə gəldikdə isə çox sadədir. Birincisi, dördlü və altılı olaraq niyə bölünür? Dördlü koordinat sistemində biz obyektin yerləşdiyi kvadratı tapırıq ki, hansı kvadratın içindədir. Bu biraz çox dəqiq deyil. Yəni o kvadratın içində bir neçə obyekt ola bilər. Sadəcə biz tapırıq ki, hansı kvadratın içindədir. Altılı koordinat sistemində isə biz artıq həmin kvadratın içində tam dəqiq olaraq hardadır onu müəyyən etmiş oluruq. Gəlin baxaq. Birinci, baxın, sol tərəfdə gördüyünüz bu dördlü koordinat şəbəkə sistemidir gördüyünüz kimi. Burada üfüqi və şaqili olaraq baxın xətlər verilib. Burada tutalım ki, biz bax bu məktəbin dördlü koordinatını tapmaq istəyirik. Hansı kvadratda olduğunu tapmaq istəyirik. Nə edirik? Əvvəlcə soldan sağa doğru baxdıqda görürük ki, bax bu xətt bizim bu şaqili xətt obyektimizin solunda yerləşir. Bu 28-dir. Yazırıq bura 28. Baxın, hətta buraya yazaq, üstünə yazaq 28. Daha sonra isə aşağıdan yuxarı doğru üfüqi xətlərə baxdıqda biz görürük ki, baxın, aşağıdan yuxarı doğru bax bu xətt. Bu xətti biz müəyyən etmiş oluruq, yəni obyektin aşağısında. Bu isə olur 51. Baxın, biz beləcə həmin məktəbin yerləşdiyi kvadratı dördlü koordinat sistemində müəyyən etdik. 28, 51. Gəlin digərlərinə baxaq. Məsələn, baxın, bu yanacaq doldurma məntəqəsinə baxaq. Əvvəlcə yenə də soldan sağa doğru olaraq baxırıq. Soldan sağa doğru baxdıqda, baxın, bu xətt kəsir bizim yanacaq doldurma məntəqəmizi 30. Daha sonra isə aşağıdan yuxarı doğru baxdıqda biz görürük ki, burada baxın, bu üfüqi xətt bizim obyektimizi kəsir. Bu da neçədir? Bax, gördüyünüz kimi 50-dir. 50. Deməli, 30-un yanına 50 yazırıq. 30, 50. Bu isə bizim yanacaq doldurma məntəqəsinin dördlü koordinat sistemi, dördlü koordinatıdır. Baxın, digərlərinə baxaq məsələn. Tutalım, burada bir rəqəmli kvadratı görürsünüz. Gəlin, bir rəqəmli kvadratın dördlü koordinatına baxaq. Əvvəlcə soldan sağa doğru baxdıqda görürük ki, neçədir? 18. Daha sonra aşağıdan yuxarı doğru baxdıqda görürük ki, bu neçədir? 45. 18, 45. Bu, məhz bu birinci kvadratın dördlü koordinatıdır. Gəlin bir digərinə, məsələn, dördüncü kvadrata baxaq. Əvvəlcə yenə soldan sağa doğru baxdıqda neçədir? 19. Düzdür? Aşağıdan yuxarı doğru baxdıqda, bu artıq üfüqi xətlərə baxdıqda 44. Deməli, bunun dördlü koordinatı 19, 44 olmuş olur. Dördüncü kvadratın. Bax, beləcə biz dördlü koordinat sistemində məntəqənin kvadratını tapmağı bacardıq. Bəs bunun altılı koordinatı var. Burada daha dəqiq tapılır. Nə edirlər? Bu kvadratı biz tapdıq ki, məsələn, bu kvadratın içində məktəb var. Bu kvadratın özündə başlayırlar kvadratlara bölməyə. Belə də nə edirik? Baxın, məsələn, bax, bu 7-ci sinifdə bizə verilən tapşırıqda görürsünüz ki, burada bir balaca kvadratın narıncı rəngdə rəngləyib. O bizim hansı ki, altılı koordinatımızdır, düzdürmü? Gəlin onun altılı koordinatını tapaq. Necə eləyək? Birinci, yenə də soldan sağa doğru baxdıqda, biz görürük ki, bu neçədir? 62. Düzdür? 62. Amma bunun axı içində də sütunlar var. İndi o içindəki sütunları da soldan sağa doğru sayırıq.
Baxın 1, 2, 3, 4 və 5. Görürsünüz bu narıncıya qədər 5 dənə var. Ona görə bu 62 yox, 625 olur. Daha sonra yuxarı doğru baxdıqda görürük ki, bu xəttə düşür. Düzdür? Yəni 33. Yazırıq bura 33. Amma sonra görürük ki, 33-dən sonra axı bu kvadratın içində də yenə var. Baxın, 1 və 2. Düzdür? Narıncı kvadrata qədər. Ona görə axırına bir dənə 2 də yazırıq. Olur 625, 332. Digərlərinə də baxaq ki, daha sizə yaxşı aydın olsun. Gəlin baxaq. Məsələn, bu nöqtənin altılı koordinatına baxırıq. Baxın. Baxaq bu nöqtənin altılı koordinatına. Əvvəlcə yenə soldan sağa baxıram. Görürəm ki, bu xəttə düşür. Düzdür? Yəni 17. Yazdım 17. İndi kvadratın içində də soldan sağa sayıram. 1, 2, 2, 3, 4. Düzdür? Narıncı kvadrata qədər 4. 17-nin yanına bir 4 də yazdım. İndi yuxarıya doğru. Əvvəlcə dördlü koordinat sistemində olduğu kimi yazıram. Baxın, yuxarıya doğru gəlir düşür bu xəttə. Yəni 51. Düzdür? 51. 51-dən sonra kvadratın içində də 1, 2 dənə var yuxarı. Düzdür? Narıncıya qədər. O zaman 2 də yazıram. Olur 174, 512. Bu artıq altılı koordinat sistemidir. Baxın, siz dördlü koordinat sistemini tapanda, məsələn, bu narıncı kvadrat bir məntəqə, tutam ki, bir məktəbdir, məsələn. Siz bunun dördlü koordinat şəbəkəsini tapanda, siz bunun sadəcə hansı kvadratın içində olduğunu tapmış olursunuz. Ki, yəni o verilən xəritədə və ya da planda o hansı kvadratın içinə düşür. Amma altılı koordinat sistemini tapanda, siz o kvadratın içində dəqiq olaraq hara düşdüyünü, yəni bu kiçik kvadratlardan hansına düşdüyünü, yəni burada müfəssəli, dəqiqlik artır altılı koordinat sistemində. Ümid edirəm ki, sizə dördlü və altılı koordinat sistemi tam olaraq aydın oldu və bundan sonra bunda çətinlik çəkməzsiniz. Sadə bir şeydir, elə çətin də deyil. Bu artıq bu onsa digər ölkələrdə istifadə olunurdu. Sadəcə Azərbaycan dərslərində yox idi, bizim dərslərdə gəldi. Biz də bacardıqca yeniliklər haqqında da yenə sizə dəstək göstərməyə çalışacağıq əlimizdən gələn qədər. Sağ olun, salamat qalın.